NASA və Yaponiyanın Toho Universitetinin alimləri yer üzündə həyatın nə zaman sona çata biləcəyinə dair hesablamalar aparıblar. Today Press xəbər verir ki, bu barədə Daily Star nəşri məlumat yayıb. Tədqiqatçılar superkomputer və inteqrasiya olunan biogeokimyəvi klimat modelindən istifadə edərək yer atmosferindəki gələcək dəyişiklikləri proqnozlaşdırıblar. Modellərin nəticələrinə əsasən gələcəkdə yer kürəsində temperatur artacaq və günəşin aktivliyi yüksələcək. Bu isə atmosferdə oksigen səviyyəsinin azalmasına və mövcud canlı formalarının yaşamaq qabiliyyətini itirməsinə gətirib çıxara bilər. Alimlərin hesablamalarına görə bu ssenari təxminən 1 milyard 2021-ci ilə qədər reallaşa bilər. Mütəxəssislər bu nəticənin insanlığı Günəş sistemindən kənarda yaşamaq mümkün olan planetlərin axtarışına daha ciddi yanaşmağa vadar etməli olduğunu bildiriblər. Qiymət Mahir, Türkan İskəndərli, Today Press.